Səbəblər 9 uşaqlı ailədə 6 uşağın dəm qazından zəhərlənməsi və onlardan birinin tələf olması sosial mediada geniş rezonans doğurub. Burada isə bir sual ortaya çıxır. Əsas məsuliyyət kimdədir? Bununla bağlı şəhər sakinləri ilə sorğu keçirdik. Gəlin görək onlar buna nə cavab verdilər. Son zamanlar sosial mediada 9 uşaqlı ailənin 6 uşağının dəm qazından zəhərlənməsi və onlardan birinin tələf olması çox böyük bir müzakirəyə səbəb olubdu. Bununla yanaşı atanın canlı yayım açması da insanlar tərəfindən qınanılır və sizin buna münasibətiniz necədir? Ümumiyyətlə bu hadisədə məsuliyyəti siz kimdə görürsünüz? Maddi cəhətlərinə görə baxmalılar ki, əgər bu uşaqlara baxa biləcəklərsə, problem yoxdur. Əgər imkanları yoxdursa, niyə lazım o 9 uşaq? Bunların oxumağı var, təhsil almaqları var. Heç düzgün deyil. 9 uşaq dünyaya gətirəndə fikirləşməliyəm, bunu necə dolandırasan, bunu necə tərbiyə eləsən, buna necə baxarsan, bunu əvvəlcədən fikirləşərdim də. Onlara yanaşmanı mən pis baxıram. Problem sosial medianı istifadə edən insanın baxış bucağından, dünya görüşündən, bunu necə istifadə etmək olar və s. Yəni düşünürəm ki, bu barədə yəni insan özü fikirləşməlidir də. Yəni ki, bunun mən düşünürəm ki, əlimizdə olan resursları məhdudlaşdırmaq yox, onları müsbət cəhətlərin istifadə etmək. Təbii ki, bu yəni bu baş verən hadisə, yəni göz yumulmaz bir hadisədir. Yəni ki, dəstəkləmirik. Belə bir şey, yəni heç bir şəkildə düzgün olduğunu düşünmürəm. O qaz sızmalardır, elektrik, digər təhlükəli avadanlıqlar ki var. Onları nəzarətdə saxlamalı, ondan sonra onları tam olaraq təhlükəsizliyin, uşaqların qorunması. Bu məsələlərdə təbii ki, bir ana olaraq daimi uşaqlarla bərabər olduğu üçün çox böyük bir məsuliyyət düşür. Amma ata olaraq isə bunu sosial şəbəkədə eşitdiyimdən paylaşdığı şəxsən mənim tərəfdən də heç qəbul edilməzdir. Və cəmiyyət də təbii ki, bunu heç də normal qəbul etmir. Sosial media əslində çox gözəl bir şeydir. İnsanlar özlərini orada çox gözəl şəkildə yansıda bilirlər. Amma eyni zamanda bəzən insanların mənəvi dəyərlərinə də çox pis təsir edədiyini düşünürəm. Yəni elədiyi heç düzgün deyil. İstər bir insan 9 övladı olsun, istər bir övladı olsun. Yəni baxa bilməyəcəksə insan övlad sahibi olmamalı deyə düşünürəm.